Hər vaxtınız xeyir əziz tamaşaçılar. Bura Şamaxı şəhər stadionudur və Misli Premyer Liqasının 26-cı turunun oyunu bir qədər sonra məhz bu arenada start götürəcək. Yerli Şamaxı komandası sabahla üz-üzə gələcək. Dünən 26-cı tura start verildi və ilk oyunda Araz Naxçıvan və Qarabağ komandaları üz-üzə gəldilər. Liderlərin oyununda Qarabağ 3-1 hesabı ilə Naxçıvanlıları üstələdi. Bugün 2 oyunla turun proqramı davam edəcək. Bizim oyun başa çatandan təxminən 30 dəqiqə sonra Zirə və Səbaya komandaları üz-üzə gələcəklər. Və Cavit Cəlilov işarəsini verdi, oyun başladı. Letiş topu qəbul etdi, öndə bir Meyv var, qapı qarşısına hava ötürməsi və top meydanı tərk edir. Çox qüvvətli alındı ötürmə. Külək də öz təsirini göstərdi. Zərbə indirmədi, mərkəz ötürmə verdi. Rahman Aliyevin zərbəsi və Ricardo Fernandes topu tutur. İlk zərbə bu oyunda Sabah futbolçularından gəldi. Umar Ali Rahman Aliyev uzaq məsafədən bəxtini sınadı. Lepinitsa. Müdafiənin arxasına ötürmə. Bu Letiç və son anda Verimeyev ayaq qoydu. Vladislav Verimeyev'dən kritik müdaxilə. Şamaxının Ukrayna müdafiəçisi topun qapı istiqamətdə getməsinə imkan vermədi. Kifayət etmədi. Hücumçu olsaydı, hansısa bir hücum xəttinin oyuncusu olsaydı yəqin ki daha çevik davrana bilərdi burada. İstənilən halda Verimeyev'in müdaxiləsini xüsusi vurğulamaq lazımdır. Vasili Bakiç. Bakiç pressing altında topu itirir. Xəyal Əliyev. Rahman Aliyev ilə oynadı. Rahman Aliyev özü zərbə indirir. Amma zərbəsi alınmadı. Belə bir şansdan yararlana bilmədi, istifadə edə bilmədi Sabah futbolçuları. Onun ötürməsi ön direyə və az qala top Sabahın qapısından keçəcəkdi. Radenoviç fərqlənə bilərdi. O zaman Bakiç başladı, fərqləndi. Bu dəfə isə Radenoviç topu uzaq küncə göndərmək çox yaxın idi. Bəxti gətirmədi. Santimetrlər Şamaxını qoldan ayırdı. Komandanın əsas futbolçularından, liderlərindən birini buraxmaq istəmədi. Və Şamaxı indi hücumdadır. Rafael Məhərrəmli. Cinahdan ötürə başla zərbə və gol! Edgar Adilxanov hesabı açır. Şamaxı hesabda önə çıxar. Sağ cinahdan təşkil olunmuş hücum və Edgar Adilxanovun dəqiq zərbəsi. Bu dəfə başla. Bir qədər öncə artıq heyecan təbiri çalınmışdı Sabahın qapısı qarşısında cinah ötürmələri. Xüsusən sağ cinahdan bir əvvəlki təşkil olmuş hücum çox təhlükəli alınmışdı. Bu dəfə hər şey Şamaxın istədiyi kimi oldu. Nə cinahda Rafael Məhərrəmli qarşısına alan olmadı, nə də ki cərimə meydançasında, hətta qapçı meydançasında Edgar Adilxanovun yanında heç kim yox idi Sabah müdafiəçilərindən. Çox rahat şəkildə, çox hündür boy olmayan Edgar Adilxanov çox da yüksəyə tullanmadan başla topu qapıya göndərdi. Stas Pakatilov artıq aciz idi, çox yaxın məsafədən zərbə indirilmişdi. Tırkovyan ötürməsi qapı qarşısına başla zərbə Bakiçdən və Pakatilov topda birincidir. Xəyal Əliyev, Rahman Aliyev və topu qapını aralı keçir. Bu dəfə də məsuliyyəti öz üzərinə götürdü Rahman Aliyev, amma bu dəfə də qapı çərçivəsinə düşə bilmədi. Bundan öncəki 3 cəhddə olduğu kimi. Və bu da ilk hissənin finaliti. Cavit Cəlilov komandaları fasiləyə göndərir. İkinci hissə başladı. Gəlin bu dəyişikliyi nəzərə alaraq heyətə nəzər yetirək. Şamaxını ciddi şəkildə narahat eləmir. Bax, indi narahatlıq yarana bilər. Xəyal Əliyev ötürməsi qapı qarşısına və Radenoviç təhlükəni sovuşturdu. Rüfət Abbasov hücuma qoşuldu. Rüfət cərimə işlə yaxınlığındadır. Rüfətin zərbəsi Stas Pakatilov. Baxırıq Rüfət Abbasovun zərbəsi. Düz Stas Pakatilovun üzərinə gəldi və Bakiç. Bakiç sol ayaqla zərbə uzaq küncə. Dəqiq alınmadı. Şamaxın müdafiəçiləri hücumda da özlərini göstərirlər. Tuyk ona qarşı qaydan pozmağa çalışdı. Lepinitsa Tuyk
Qaça bildi rəqibindən. Edgar'la oynadı. Edgar Adırxanov sol cinatda çəkdi sağına. Zərbəsi qapıya və top qapının üstündən keçir. Çox təhlükəli idi. Edgar Adırxanov özünün və komandasının ikinci golunu vura bilərdi. Həqiqətən də futbolumuzun ehtiyacı var. Hər zaman olduğu kimi. Çox yaxşı zərbə indirmişdi əslində. Düzdür, mərkəzlə bunu etdi. Topu mərkəzlə qapı istiqamətə göndərdi. Cərimə meydançasına topu göndərdi. Radenovic uzaqlaşdırmağa çalışır. İran Sabayev və Ricardo Fernandes daha bir zərbə başla və top qapı dibinə dəyərək meydanı tərk edir. İlk təhlükə Şamaxının qapısı qarşısında ikinci hissədə və ümumiyyətlə Sabahın bu oyunda yaratdığı ən təhlükəli vəziyyət. Kupusovic fərqlənməyə yaxın idi. Ricardo Fernandes'in qaytardığı topa baş qoydu. Kupusovic'e bəxti gətirmədi. Top tirə dəyərək meydanı tərk etdi. Lakin Seymun Məmmədov onu yenidən qazanır. Xəyal Əliyevin zərbəsi yaxın küncə. Ricardo Fernandes üçün. Çətin top olmadı bu. Hakimlər üçün və bu da penalti. Şamaxı öz meydanda Sabahı 1-0 hesabı ilə məğlubiyyətə uğradır. Mövsümdə ikinci dəfə öz meydanında Şamaxı Sabahı üstələyir. 3 oyunda, Sabaha qarşı keçirdiyi 3 oyunda Şamaxın 2 qələbəsi var və bir oyun heç-heçə başa çatıb.